Əgər uşaq 2 yaşına çatıb, rəqəmsal vasitələrlə gün ərzində çox təmasda olmursa, yəni telefonda, smartfonda, planşetdə və yaxud televizor önündə oturub cizgi filmlərini seyr etmirsə, xüsusilə də başqa dildə seyr etmirsə onları, eyni zamanda evdə hər kəs eyni dildə danışır və uşaqda qavrama səviyyəsi tam yaşına görə normaldırsa, bunu necə öyrənə bilərsiniz? 2 yaşı tamam olmuş uşaq sizin dediyiniz hər bir şeyi tam anlamalı və təlimatları yerinə yetirməlidir. Misal üçün, get oyuncağı gətir, topu ver, gedək oynayaq, gəzməyə gedək deyəndə gedib ayaqqabısını gətirirsə, misal üçün, yemək yeməyə gedək deyəndə gəlib öz masasında otura bilirsə, yemək yemək istəməyəndə öz etirazını azdan çoxdan bir hərəkətlə falan bildirə bilirsə, yəni ümumiyyətlə siz onun hər şeyi anladığını hiss edirsinizsə, 3 yaşa qədər hələ danışmağa vaxtı var. Burada mənim fikrimcə əsas səbəblərindən biri böyük ehtimal ki, ananın çox az danışan insan olmasıdır və yaxud ana işləyirsə, uşağın yanında kim olursa, kim nəzarət eləyirsə, kim baxırsa günlük, nənə olsun, dayə olsun, fərq eləmir. Onların çox az danışması uşaqla birbaşa çox az ünsiyyət qurmalarıdır. Və xüsusilə uşağın özündə də çox danışmağa meyil olmursa, təbii ki, belə halda danışmada gecikmələr ola bilər. Amma burada əsas məsələ uşağın qavramasıdır. Tam qavrayırsa, tam anlayırsa, hər şeyi tam başa düşürsə, amma az danışırsa, demək ki, hələ danışmasına vaxt var. Yanaşı olaraq burada nə edə bilərsiniz? Əgər ana işləyirsə və uşağa baxa bilmirsə, dediyim kimi evdəki nəzarət edən insan da uşaqla çox ünsiyyət qura bilmirsə, onda uşağı bağçaya vermək daha yaxşı seçim ola bilər.